Zuzum canlıda öz padruqalarının ona vurduğu zərbələrdən danışır, bu həyatda heç kimə güvənmədiyini və başına gələn hadisələrdən danışır. Buyurun Zuzumun maraqlı yayını izləyək. Kanala abunə olub videonu bəyənməyi unutmayaq. İzləyicilərim, Əminə hardasan? Ay Əminə, bir də mənə yaz. Əminə hanım? Amina Sultan. Əminə, mənə yazdılar ki, nə bilim nənəmə. Dedim, mən cinsiyyətimi dəyişməmişəm ki. Mən elə bir söz deməmişəm. Siz dedik cinsi dəyişdirmişəm. Mən demişəm cinsiyyətini dəyişdirəndən oturmamışam. Sən mənim köhnə qayıtlarıma bax, mən gör kimlərlə oturub durmuşam. Mənim dostlarım çoxsu, yəni cinsiyyətini də dəyişdirib, ikili cinsiyyətli də var, bir cinsiyyətli də var. Nə bilim, yəni PK-da oynamışam. Yəni mənə insanların cinsiyyəti, cinsi maraqlı deyil, qardeşim. Ay Allah, bir nəfərə oxşadı danışığım. İrağı olsun. Maskamızı çıxardaq. Yəni mənə maraqlı deyil. Sən qızsan, kişi olmusan, kişisən, qız olmusan. Mənə gözəl ünsiyyət kur ginan mənə. Mənə dürüst ol ginan. Mənə üçün fərqi yoxdur sənin. Sənin yaşayışın da mənə üçün fərqi yoxdur. Bildiyin ürəyim. Sən nə həyat yaşayırsansa, o mənə maraqlı deyil. Sən nə bilim 4 dəfə ərə gedmirsən, 5 dəfə. Mən də sizi çox... Yox, Əminə canım mənim. Görsən, mən sənə cavab belə vermədim. Sən mənə söyləmirsən direktə. Allah haqqı mənə heç ona cavab da vermədim. Elə biləm görmədim. Heç vaxtda. Sən mənim köhnə, mən səninlə əlaqə saxlayam. Sən mənim profil şəklimin altında nömrə var. Bir dənə ona yaz, mən sənə zəng eləyim, danışarıq. Elə sözlər var, burada danışmaq olmur. Onu deyim ki, mənim yəni ətrafımda hər tip insanlar var. Elə kişilərimiz var ki, vəsiqədə kişi yazılıb. Həyatda da hamı onu kişi kimi bilir. Amma hansısa səhv addımlarla yaşayır. Hansısa qadına, hansısa uşağa. Başa düşürsünüz? Ona görə belə şeyləri görəndən sonra mən ümumiyyətcə can bildim hıvı, bildim. Ona görə mən belə düşüncələrin başını buraxmışam. Mənə maraqlı deyil, sən qadınsan, nə həyat yaşayırsan, nə yoldasan. Mənə qarşı yaxşı ol. Mənə qarşı dürüst ol. Mənim ətrafımda elə qadınlar olub ki, ər çörəyi yiyiblər, qaynana başlarına fırlanıb. Amma ağızlarında söz qalmayıb. Ondan ona, bundan buna. Belə. Hamını bir-birinə vuranlar. Can da. Yox, mən sizin qardaşınıza yox, ümumiyyətcə heç kimə toxuna bilmərəm. Heç kimin mən dünyaya gətirdiyi övladına mən toxuna bilmərəm. Heç vaxt. Mən məsəl üçün bir ay bundan qabaq bir dənə stilist var, Röya Ayxana oxşayır oğlan. İnteresi belə. Mən onu təsadüf canlıya qoşdum. Mən onu tanıyırdım. Yalandan dedim ki, nə bilim nə, tanıyırdım mən onu. Mən özüm onu qoşdum. Özüm ona dəstək oldum Alişqaya. Mən xoşlamıram insanlara neysə görsədim ki, Ali, Mən özüm istədim ona pek eləyim. Çünki bir gün oturdum yayınında, 5 dəqiqə oturdum, gördüm, dedi ki, işdən çıxmışam, məni belə olduğum üçün işdən çıxardıblar. Əlimdə mayam yoxdur. Onun çox gözəl əl işləri var. Mən ona pek oynadım. Çox vız yazdınız ki, sənin balaların da elə olsun, nə bilim nə. Ürəyim, sizin qarğışınız məni tutmur. Heç mənim maraqlı deyil. Siz bilmirsiniz kim nə həyat yaşayır. Siz heç kimə lağ eləməyin. Mən elə kişilər tanıyıram ki, iyrənc insanların hərəkətlərini eləyirlər. Elə qadınlar tanıyıram ki, vallahi o 5 dənə, 10 dənə oğlanla danışan o qadın, o bəzi yaxşılardan, 1000 yaxşılardan iraq. O evdə oturub o lüpapıtını var, xaladan bibiyə, bibidən əmiyə, əmidən dayıya, anadan, ana ilə oğlun arasını vurur, oğulla ananın arasını vurur, 2 qardaşın arasını vurur. Bacı ilə qardaş arasını vurur. Elələrindənsə o 5 dənə, 10 dənə oğlanla danışıb özü bilər. Amma mənə yaxşı olan, mənim dərdimə qulaq asıb, mənim dərdimi ona buna konferans qurub danışmayan qızlar yaxşıdır. Elələr yaxşıdır. Mən bu dünyada belələrini gördüm. Dedim, yox, mənə heç fərqi yoxdur, sən nə yaşa, mənə nə? Mənim evimə olsa heç kim gəlmir. İstəyirsən sən namaz qıl, istəyirsən həccxam ol,
İstəyirsən bir dənə ərin olsun, bütün Bakıda sənin başına dolansın, qriyyət. Sən mənim evimə girə bilmərsən. Mən küçədə səninlə görüşürüm. Sən mənimlə yaxşı dost ol, günah sənin həyatın mənə maraqlı deyil. Valla mənim elə dostlarım başıma elə oyunlar gətirdi. 2 dənə qohumu idilər. Bir-birlərinə girənirdilər. Bunları birləşdirdim. Birləşdirdim bacı. Sonra bunlar birləşdi, mən oldum cındır. Böyle baxdım. Dedim, az bu nədir? Dünənəcən bunlar pis idilər. Bir-birlərinin dalıcı danışırdılar. Bu ac qalanda bu buna dəstək olmurdu. Qıraqdan baxırdı ki, ölsün, canı çıxsın. Qoy, onun elə o günə düşməlidir. Nə oldu? İndi yaxşısınız. Mən belə insanlar gördüm. Mənim stolumda oturub, bax. Padruqalıq eləyirik. Həyatında ikinci bir oğlan var. Oturub mənim stoluma. Onun oğlanına mən qardaş deyirəm. Elə oldu ki, maşın problemi oldu. Maşınımı vurdular. Maşınımı vurdu, mən də dedim ki, divara vurdu. Dedim ki, mənim maşınımı düzəltdirin də. Yəni, mənim o qədər 150-200 manatım yoxdur ki, maşın buferini düzəldim. Dedi, get ustaya. Getdim ustaya. Ustanın pulunu 3 aya verdilər. Zəng elədim qıza, dedim ki, ay qız, olmaz da belə, cəmaatın pulunu verin. Zəng elədilər anama, dedilər ki, sənin qızın 10 dənə oğlanla danışır, 5 dənə oğlanla danışır, sənin qızın tərbiyəsizdir, belədir, elədir. Mənim anam mənim qabağımı kəsdi, dedi, işin olmasın, hamını gözəl tanıyır. Mənə şantaj elədilər. Ya dedilər, o pulu almayacaqsan bizə, ya da sənin anava zəng et. Mənim anama yığım nə deyəcəksiniz? Bu mənim telefonlarım, bu da mən. Bu mənim qonşularım, bu xırdalan, bu da mən. Fatimə nə yazıb ki? Aç görüm, yaz görüm mən. Fatimə nə yazdı ki sənə? Nə yazdı? WhatsApp-a baxıram. Padruqa yoxdur. Yazır deyəm. Kofi, kızlar kofi. Kofi hakkında profilde şeyim var. Aşklarım benim. Size kurban olaram. Buraya yazın. Bak profil şeklinin altında nömrəm var. Hə. Ondan sonra da gör neynədilər. Hamının həyatında her şey var. Getdilər mənim həyatımdaki adama dedilər ki, mən gör falan kes şey. Az mən. Sənlə restorandan çıxanda sənin o 4-5 dənə danışdığın oğlanlar var. Onlar küçədə salam verəndə qabağında durub eləmişəm. Salam mən can, yaxşıyam. Oğlan belə baxıb düşdü ki, mən buna salam vermirəm. Nə var sən yanındakı oğlanı xəyanət eləmirsən, mən bunu bilirəm. Sən problem yaşamayasan deyirəm. Mən sənin o danışdığın qədələr səni görəndə belə eləmişəm. Nə olsun? Bu da dost. Dostlar elədilər, bacı, yığır səndən, yığır. Səsvi yazır, mesajlı skrin eləyir, şəkillərinizi götürürlər. Saxladılar özlərində, ayaqlarını tapdaladınız, bitdi. Oğlanınıza, köynə oğlanınıza, təzə oğlanınıza başlayırlar atmağa. Anovuza atırlar, çevrələrinə atırlar. Bunlar neyini sayasan, neynə danışasan? Bəli, Gülü xan, bəli, elədilər. Mən süfrəmdə oturduğum elə, deməli gəlin sizə bir şey danış. Gecə saat 3'dür. Oturmuşam. Çox sağ ol 200, təşəkkür edirəm. Gecə saat 3'dür. Bir xanım var, onunla oturmuşam. Bir yer var, oradayım maşında. Çay içirik. Mən gecə xoşlayıram gəzməyi. Elə oldu ki, mənim köynə maşınım idi. Mənim maşınım olmayıb, qızlar. 2 dənə maşınım olub. Yaxşı eləyirsən, padruqa lazım deyil. Çox sağ ol 2020. Elə oldu ki, qızlar, maşını mən bagajdan su götürəsi oldum. Və getdim o suyu götürdüm. Maşının açarı qaldı bagajda. Mən də bilmirəm ki,
bagajda qalan əşyaları arxadakı sidenyan belə eləyəndə açmaq olur. Yalandan nə deyim, görməmiş. Maşınım olmayıb da, görmüşəm, maşınım olmayıb. Qabaqda da bir dənə, 3 maşın sonra bir maşın durub. Oğlan yəni işli insan idi, yəni işi güclü insan idi, yəni də belə daha çəkə bilmirəm. Yaxınlaşdı mənə, qorxdum. Gecə 4-dür də mənə mi kimdir? Amma üstündə yəni onu tanıtdıracaq bir şey yox idi. Və dedi, buyurun xanım, siz kömək eləyin. Dedim, çox yaxşı olar. Maşın açarı arxada qalıb. Dedi, bir dənə arxada heç kim yoxdur. Nədən partladılar? Can, eyb yox. Bundan partladılar. Yox, eləmə, partlatma. Mən bunu atmışam zibilliyə. Bilirəm, mən partlatmıram, oğlanlar partladı. Gözləri bilə qorətdə olsunlar. Onu elə bilirəm. Qorətdə olsunlar. Yo, mən başqa adam haqqında danışıram. Sən Allah, onu ümumiyyət çağırdın çəkmə, o. Heç oğlan mənə dedi ki, arxanı aça bilərəm, arxa oturacaq. Dedim, buyur, aça bilərsən. Dedi, kimsə yoxsa açım. Dedim, buyur. Açdı, deməli belə elədi, oradan açarımı götürdü. Dedim, Allah səndən razı olsun, var ol. Oturdum maşına, pəncərəni açdım. Dedi, mənə görə bir sözünüz, qulluğunuz, mən sizi tanıyıram, sizi izləyirəm. Olarmı reklamla bağlı sizin nömrəni götürüm? Mənim də ömür boyu telefonumun ışığı elə bir görünmür. Elə eləyirəm, gözlərimi ağrıdır. Reklamla bağlı səhifəmdə nömrə var. Kofe ilə bağlı arıqladıcı gözəl məhsullarımız var. Onunla bağlı bu səhifəmin də profil şəklinin altında nömrəm var. Buyurub yaza bilərsən həyatım. Qızlar heç nə, oğlan mənim nömrəmi götürdü, çıxdı, getdi. Bu belə, getdi. Bir dəfə də gecə saat 2-dir, bir dostum var, ona sənəd aparmalıyam. Getməliyəm Razin tərəfə. Həmən adam yanımdadır, qadın. Dərnəgül yolundayıq. Deməli, 20 yanvar körpüsündən qalxırıq, Ujit Dərnəgülə çatırıq. Bir dənə Range Rover, qara Range Rover verir yanıma bu tərəfə. Verir bu tərəfə, verir bu tərəfə. Axırda belə baxdım ona, baxdım güldü. Güldü, dedim, dəli tutana bunun nəyinə baxın, baş xarab olub. Özdə məndən yaşca böyük bir. Onlar da belə 48, 49, 50 yaşa qədər olardı, amma arıq bir insan idi. Dərnəgül yolunda mən körpüyə düşürdüm, o qıraqla getdi. Həlbət o başqa tərəfə dönürdü də, yəni. O mənim yanıma verdi, mənim qabağımdan belə getdi. Ona görə mənə maraqlı oldu ki, qabaqdan sıxırdı məni. Mən onun üzünə baxmalı oldum. Baxanda mənə belə elədi. Mən belə elədi. Can, Pəri, çox sağ ol mənim kukla bacım. Təşəkkür eləm aşkım. Öpürəm gözlərindən, Zərişə çoxlu salam de. Allah balalarımı qorusun həmişə. Çox sağ ol, canım mənim, gözəl Pərim, gözəl ürəklim. Sağ ol həyatım. Allah səni qorusun. Qızlar, kişi mənə elədi. Dərnəgül yolu gecə saat 2-dir. İnan Allaha qaranlıq. Orada o dərəcədə işıqlar da yoxdur ki. Şəhər işıqları kimi. Deyim, qıraqdakı maşınlar məni gördü. Bu da belə getdi. Üstündən 10 gün keçdi. Dayanmışam Xırdalanda parkın yanında. Bir də gördüm ki, bir dənə oğlan verdi yanıma. Verir, yanıma verir. Belə çöndüm, baxdım, gördüm padruqamın oğlanı. Necəsiz, neyinirsiniz? Heç nə. Bir də mənə bizim maşına otura bilərsən. Dedim, hə. Getdim, oturdum. Oğlan mənə deyəsən ki, mən uşaq deyiləm. Mən biləm ki, sən filan adresdə maşında oturanda oğlana nömrə vermişsən. Oğlana da mən nömrə verəndə reklam üçün. Vallahi reklam üçün vermişəm. Küçədə bir dənə, 2 dənə it var idi. O da o biri yoldaydı. Heç kim yox idi küçədə. Dərnəgül tərəfdə də bir dənə kişi sənə öpücük göndərib. Orada da heç kim yox idi. Mən dayandım belə. Qoyuna bax, əkiz qoyunu. Əkizdə qoyunu olaraq bilsə sonra çatır ona. Sonra gedir evə, yatır, yuxuda ayılır ki, buna cavab verməli. O qoyun əkiz. Mən də qulaq asıram buna. Sən mənim sevgilimi niyə aparsan karasa? Mənim sevgilim salmısan küçələrə.
Mənim sevgilim niyə hansı kişi nömrəsini bilməzsən? Mən dedim ki, üzürlü say. Yəni mən nömrə vermişəmsə, öz nömrəmi vermişəm. Sənin qadınıva heç kim deməyib ki, tanış olaq, fırlanaq, gəzək, heç bir şey olmayıb. Orada da kişi məni öpüb, eləyib, öpücük gönül. Sən heç də deməyib, heç yanından keçəndə də yenə o başını dala eləyirdi, mənə baxırdı. Yəni, bu da çörək kəsdiyim adam. Gəldim evə baxdım ki, ay bədbəxt, ay qılman demişkən, ay yazıq. Ona görə arada özümə cındır adı deyirəm ki, mən cındıram. Çünki mən heç kimi tanıya bilmirəm. Kül mənim başıma. Gəldim evə dedim ki, kişi məni maç göndərəndə küçədə heç kim yox idi. Bir dənə cındır 07 idi. Motoru da mənim köhnə vaxtlarım, tökülmüş vaxtlarım, indi yığdırmışam özümü. O da daldaydı. Necə qabaqdakı gördü. Gədə də məndən nömrə istəyəndə heç bir iki dənə it vardı. İtin əlində telefon yox idi. Bu haf eləyən itdi. Bunun əlində telefon yox idi. Bu hardan gördü? Başa düşdüm ki, deməli padruqalar gedirlər oğlanlarına deyirlər ki, biz qriyyətliyik, bizim padruqalarımız bizi pis yollara çəkir. Az məndən 40 yaş böyüsüzsüz. Mən sizi hansı yola çəkəcəyəm? Siz o yollardan daha keçmişsiniz, 20 quruq vurmuşsunuz. Mən hələ indi o yola addımlayıram. Hansı yol? Nə yol az? Ona görə nə dost? Dost azdır. Az padruqa nə gəzir? Deyirəm sənə ki, biri ilə padruqalıq elədim. 3 nəfərin bir-birindən zəhləsi gedir. İti görsün, qurdu görsün, bir-birlərini görməsinlər. Biri zəng gelir mənə deyir ki, az onun uşağı ölür deyə acından. Mən onun uşağına çörək verirdim. O birisi yığır. Az o çındır deyə kişilərə görə falan şey eləyir. Biri yığır. Az o birisi anasını necə qanıtdırır deyib. Hamısı bir-birinin dalıca danışır. Hamısı. Bu birisi deyir, mənim ömür boyu maşınım olub, o mənim maşınımı əsəd aparıb. Sonradan maşınlı olub. Nə bilim, nə az qırırlar bir-birlərini. Mən də bu bambulu qalmışam, bu bambulu ortada, bu kişilərin arasında, belə burada qalmışam. Sonra nə oldu? Sonra mən oldum cındır, bunlar oldu padruqa. Status paylaşırdılar. Canımız, dostlarımız. Az sözü birləşdirə mən olmuşam, giclər. Bizə paxıllıq eləyir. Az siz kimsiz, sizə mən paxıllıq eləyim. Əynimdəki də at giyimimi də deyirdiniz ki, hardan almışsan, hardan almışsan, biz də gedək alaq. İç giyimimdən üst giyimə qədər məndən soruşurdunuz ki, qaçıb geyib alasınız. Ona görə az nə dost, dost nədir? Sən Allah rədd elə. Rədd olsun, geçsin o yana. Gidiyor bir dənə mişqam var, buyuram qabağa, o qədər dərdləşirəm, arada söyürəm, arada sözləyirəm. Cavab qaytarmır, xəbərçilik eləmir, oturub yanımda. Neynirəm? Deməli bir dənə də başıma gəlib, 2 padruqadılar. Deməli biri 4-5 dənə oğlanla dalbadal danışır. Deyirəm ki, danışma ginən də. O qədər oğlanla danışırsan, evindəkiləri də onlarla tanış edirsən. Adam evindəkiləri nə qədər oğlanla tanış eləyər? 15 gündən bir oğlan değişir, evindəkilərlə tanış eləyir. Bunu da özünə bir dəfə dedim. Gördüm, fındıq qoymadı mənə. Sonra bunun padruqasına dedim ki, sən ona başı sal gələn ki, yaxşı bir şey deyil də. Heç olmasa 2 aydan bir değişsin bunları. Biri gördüm oturmuşuq, içib, eşek kimi. Heç kim mənim həyatımı bilmir. Heç kim bilmir ki, mənim vəziyyətimə düşəcək, yoxsa yox. Mən də qoyun əkiz, yenə baxıram bunun üzünə. Ki, görüm indi bu nə deyəcək. Heç kim mənim həyatımı bilmir. Heç məni ələ salan insanlar məndən də betər həyat yaşayır. Mən özüm bilərəm neçədən oğlan değişirəm, nə bilim, nə. Deməli, bu söhbəti eləyib 12-də, gecə 3 oturmuşam orada, gecə 3-də ağlıma gəldi ki, bu mənə deyir. Mən də dedim, eşitirsən, mənə deyirdin saat 12-də dediyin sözləri. Ayılıb, içkidən ayılıb. Deyirsən, mən padruqama niyə elə söz demirsən? Dedim, da adımı deyərdin də, bir dənə nəslimi söyməyim qalmışdı. Yaxşıdır, mən oturdum, fikirləşdim ki, mənə deyirsən, görəsən. Belə də ki, mənim neyimə lazımdır. İstəyirsən 2 gündən bir oğlan deyiş.
İstəyirsən get uşaqları hərəsini bir kişinin adına keçir. Mənə nə? Oz, dəlidilər bunlar. Oğlanları ilə biri bir dənə oğlanla tanış olub, dalaşıblar. Dalaşanda belə eləyib. Zuzu o vaxtı mənim qucağımda oturmuşdu. Az yazıb oğlan buna. Bu da yığır məni, gecə saat 4-dür. Zuzu, mənim oğlanım o vaxtı səninlə tanış olmuşdu. Deyirəm, sənin oğlanın kimdir? Az yatmışam, mən evdəyəm, nə istəyəm məndən? Mənim oğlanım deyir ki, Zuzu adlı bir qız mənim qucağımda oturmuşdu. Mən də elə biləm ki, deyir, oturmuşsan evdə. Deyirəm, yox, yatmışam. Mən nə bilim, az kimin qucağında oturum. Dedim ki, özdə tuvaletə zada gedim, özümə gəlim, yığıram sən. Yığmışam bunu. Oğlan SMS-dən skrinləyib. Suzu mənim qucağımda oturub, nə bilim, nə. Dedim, az o cındırın nömrəsini ver, yığmışam onu, gecə 4-dür, 5-dir. Deyirəm, adı, aç kameranı, açıb. Deyirəm, mən sənin qucağımda nə vaxt oturdum? Bacım olasan, bacı. Dedim, belə, bu viddə bacı olmur. Bax, kimə bacı deyirsən, lütən mən. Şortikdə, mortikdə, qorxundan da lüt qıza da bacı deyirsən. Ağzın danışığını bilməyən bacı deməyin lazımdır. Mən sən oradan tanıyamadı, keçəl fərə. Başında bir dənə şeylə baxan. Ay, o şeyin adı nədir? Lupa. Lupa ilə baxanda 2 dənə buradan tük çıxıb. Boynuz, keçir. Mən sənə bax qucağımda oturub. Əsəbləşmişdim, deyir, bacı. Qısqandırmaq, deyirəm, qısqandırmaq istəyirsən, deyirəm, bacım qucağımda oturub. Mən səni tanımıram, nə vaxt sən də o qucaqda oturdum mən. Yəni, belə axmaq şeylər mənim başıma gəldiyinə görə mən dostlarımın çoxsundan uzaqlaşdım. Başım ağrıyır. Az qoy başa düşsün, heç vecimə də dönür, necə qaydirlər, necə. Mənim vecimə də antireklamın özü də bir reklamdır, boş ver. Ona görə qızlar, çevrənizdəki dostlarınıza çalışın. O bir dəfəlik səs var, bir dəfəlik səs, bir dəfəlik şəkil atın. İnsanları tanımaq olmur. Erer mənim böyük bacımdır. Can, yaxşı elədim. Ablam, bu şeydi, konfeti yoksa nerede bu? Nerede çaydı? Hansıdı bu? Kofide ablam, kofide hayatım. İçinde 30 dənədir. Hemen kartı atarsan abla. O kartı atarsan ki ben de hemen xanıma atıcıyam. Gün orta ona bu ödənişləri atmalıyım. Az bir dəfəlik atında bu insanlara inam yoxdur. Sən dostun ananda. Anam da mənim dostum deyil. Anama oturursan söhbət edirsən. 2 gündən sonra bir dənə daha belə küçədə qalmış idin da. Kim idin ki yadında? Az yalan da Allah'ın dostu elə deyir. Quran haqqı. Evdən çıxanda getdin. Gör kimlərə qoşulmuşsan. Az anama söz sürmək olur. İnanmırsın. Sizin anons eləmə. Cəhənnəmə elbə qoşulsun mənə. Quran olsun deyir. Anama söz demiyor. Anam mənim 9 ildir mənə deyir ki, getdin özünü soxuşdurdun əmin oğluna gedib arvad olub otura da bilmədim. Mən anama sevgidən danışa bilərəm. Anamın qulağı buradadır, öz SMS-dən oxuyur. Yo. Otururam mən, o tuvaletdə oturanda kafelərlə danışıram, vaxtım çox olur. Maşında oturanda Mişka ilə danışıram. Neyimə lazımdır? Anava yaman zəng gəlir. Gəlir də evi satmışıq, ona görə kirayə ev axtarıq. Məni saxlamadılar, mən özüm boşanmışam. Məni niyə saxlamasınlar ki? Mən küçədə qalmış idim, neydim? Məni niyə saxlamasınlar? Mən özüm ayrılmışam. Bibiyə salamdı gözüm üstə. Niyə satdı? Nə problemlərimiz var ona görə. İnşallah yaxşı olur. Qohumdur da yola gedirsən. Qohumlarımız sahib bir dəfə gedmirsən evlərinə. Mənlə nə istəyirsən? Bugün gedim Ayselgilə. Sabah gedim anamın qəbrinin üstünə.
Qəşəng güllər almışam. O qədər gözəl güllər almışam onun üçün. Qəbrin üstünü bilsən neyniyəcəyəm. Gözəl. Onun xoşu gəlir. Bu aylardan xoşu gəlirdi qəşəng güllərdən. Qəşəng güllər almışam. Gedim oraları qəşəng yum təmizləyim. Düzəldim. Ondan sonra da ki heç nə. Mənim ikinci anam da var da uşaqlar. Mənim bir xalam sonsuz olub, evladı olmayıb. O mənə qəşəng yeməklər pişirirdi. Mənim evladlarıma dəstək idi, mənə dəstək idi. Mən ona ana demişəm. Onun evladı olmayıb. Mən uşaqlıqdan onun yanında olmuşam. Xalama ana deyirəm mən. Onun da evladı olmayıb. Ona qəşəng güllər almışam. Bugün gedə bilmirəm. Bugün gedim Ayselgilə, getmək istəyirəm yanına. Gedim Ayselgilə, inşallah sabahları gedərəm ora. Qəşəng neçə vaxtdır o gülləri almışam. Mən bir dənə oran geyib təmizləyib qutara bilmirəm. Qab da almalıyam, bazara düşüm, gül qabları alım. Gül qablarım yoxdur. Sabah Balaxanıya da gedim, qaynatamın da qəbrinə, atamın da qəbrinə, bazar günüdür. Sonra mənim vaxtım yoxdur. Mən qəbirstanlığa getməsəm, o qəbirlər Rus qəbirləri kimi batıcı geyəcək. Arada bir sənə fikirləşirəm, Allaha xoş getməz. Bu ölülərimi hamısını bir yerə yığmaq istəyirəm. Valla mənə heç kimi baxa bilərsiniz. Deyirəm, mən öldüm, getdim, kimdir bulan qəbrinə gedən? Qalıcılar belə. Valla, Quran and olsun. Diye zarafat eləmək, gülmək üçün deyirəm. Hamısını yığım gərək bir yerə. Günah olar, çürüyə. Atam çoxdan çürüyüb. Yazıq iş. Cavan ölüb, yazmayam atam, yazıq. Sakit adam idi. 5 yaşından sonra yadıma gəlmir. Küçədə zaten görürdüm. Kızlarla zaten. Bir gün atam rəhmətə gedəndə bir də gördüm ki atamın qohumları. Atam qəbrin öşkü dedim, az eşitirsən. Gel oturun. Öz poxlarınızla qurtdalanın. Kimin ürəyi yanı geçsin, düzətsin. Artısı eləməyin, hər şey burnunuzu soxmayın. Mən əvvəlki o balaca uşaq var idi. Siz axmaq danışırdınız, mən də belə baxırdım sizə. Qattalayıb yiyərəm sizi. Oturun, varaqlayın uşaqlarınızın keçmişini. Hər öz övladın keçmişi ilə maraqlansa, utansa, bəsdir. Mənə işləri olmasın. Hər öz övladın qoysun qabağına. Varaqlayın. Elə başınız qarışacaq. Ki, necə uşaq böyüdünüz? Özümkilə deyirəm, hep qanunlu olanlarla qarışım, sizdən nə işim var? Əmin oğluna ayrılmışsa, niyə? Əmin qəbrinə niyə getməlidir? Ayrılanda bəyəm əmi pis olur. Qaynatam olub, uşaqlarım onu indi istəməsi istəyib. O nə deməkdir ki? O nə deməkdir ki? Nəslimdə də o qədər adam var, xalamın qəbrinə bir də mən gedirəm. O nə deməkdir ki? Yox, öyle şey yoxdur. Mən vicdanlı insanım, ağlımı ona buna vermə. Elmira Molanı tanıyırsan, Elmira Molan kimdir? Tanımı, Elmira kimdir? Nə işlə məşğuldur ki? Kızlar, alıqladıcı kofe ilə maraqlananlar buyurub səhifəmdəki nömrəyə yaza bilərsiniz. Mərdəkan tərəfə gələm. Bəlkə kimsə istəyərsə kofeni çatdırılma var. Molla deyir, yox, Elmira Mollanı tanımıram, yox. Yox, tanımıram. Arıqladıcı. Yaxşı elədin, Amor, sənin tərbiyəndəndir də o. Sən elə görmüsən, ona görə canım, yaxşı eləmisən. Əks təsiri qızlar, onkoloji xəstələr, süd verən analar, zəhərli zoblar, yeni əməliyyatdan çıxmış insanlar məsləhətlə ala bilərsiniz. Kofemiz çox qəşəngdir, içində 30 ədəddir.
Qiymət 115. Çay isə 105. Çayın içində olur 60 ədəd, kofenin içində olur 30 ədəd. Onun oğlu həyatım heç kimi bədbəxt eləmir. Heç kimi bədbəxt eləmir. Sənin öz seçimindir. Mən məsəl üçün elə bir insan var idi ki, mən ona ailə qursaydım, mən bütün nəslimə baxardı. Mən ona getmədim, getdim canlı. Yo, deyəm, mən sənə yazıram. Bir dənə mənə yaz aşkım. 4 dəqiqəyə çıxıram həyatım. Heydər Parkından aşkım. Deyəm, mən sənə konum, bir dənə yaz sən, mən sənə konum atım aşkım. Heydər Parkı ilə üzbəüz ürək musiqi məktəbi var. Səmayədən aşağı düşdün aşkım. Düşdün, musiqi məktəbi var. Düşdün, aptek görəcəksən, sport mağazin görəcəksən. Aran market var. Aran marketdən içəri gir. Beşcə dəqiqə çıx. Görün başa düşməyəcəksə çıxıramışım. Qızlar, kofe ilə bağlı yaza bilərsiniz. Səhifədə əlaqə nömrəsi var. Reklamlarla bağlı, kofe ilə bağlı. Ayselin yanına gedirəm, düşürəm aşağı. Öpdüm sizi. Bir tərəfim Balaxanlıdır, bəli. Mənim qohumlarım orada çoxdur. Tanınmış adamlardır. Bu adlarını çəkmək istəmirəm. Elə adamlar var ki, olmaz da, yəni. Onlar bəlkə məndən utanırlar, mən TikToka girirəm. Bəlkə məni bəyənmirlər. Mən niyə onların adını çəkməliyəm? Onlar mənim nömrəmi tapıb mənə nəsə artıq söz deməlidirlər. Mənim 32 yaşım var, mənim kim nəsə söz götürən yaşım deyir axı. Bildin canım. Öpdüm sizi qızlar. Arıqladıcı məhsulla bağlı səhifəmdə profil şəklimin altında əlaqə nömrəsi var. Buyura bilərsiniz. Mika, necəsən kukla? Yaza bilərsiniz. Hə, bu can. Mərhaba. Çıxdım qızlar, getdim. Çıxım gedim biraz. Sözü sevirəm. Hələlik mənim aşklarım. Həmişə yaxşı olun. Qıza kofi verməliyim, düşürəm aşağı. Hələlik ürəklərim mən.